Aşağı olun. And olsun Allaha. İnanın 500 bin ora pul xərclədim. 500 min. Amma olsun, ürəyiniz mən ona qədər Allah milyon əvəzini versin. and olsun Allahın izzəti cəlalına mən o qədər pulu görməmişdim. Mən bilmədim o pul necə gəldi. Mən o pulu ora necə xərclədim. Allah yetirir. Amma Gözəl bu Allahın işin, haqq istəyidir yolu üçün ha. Allah yetirir. Buradan tırlarla böyük, hele belə yəni turbalar yox, böyük tırlarla buradan ora, yəni mən elə bir şey, o istehsal da turbalar istehsal eləyən, yəni pişenisini də, yəni su üçün olan. Mən onlara gedəndə o adamların yadı, mən bilseydim buradan eləyəcəksiniz, mən o adamların yadın ağlı da belə adları mənim siyahı dəftərimdədir. Olsun, O insanlar inanın Allaha. Mən getdim dedim ki kəndə su çəkməkdən ötürü bunlar tır göndərir buradan. Bir gün icra hakimi Adil mənim belədi. Dedi elhamdülillah, dedi ay bala dedi, sənin nə boyda ürəyin var, bu kalenlər filanlar, mənə bu dəqiqə layihə versələr ki, su çək, mən o suyu çəkərəm. Çünki bütün o, hər şeydə. Amma mən bir şey deyim ki, 10 ildir mən oradan çıxmışam. Orada bir neçə baseynalar var, böyük baseynalar var. Mən kənddə tapşırdım Telmana ki, siz bu kəndin suyuna baxın. Kənddə o işığa baxır, həm də bizim kənddəki o suyu tapşırmışam ki, demişəm ki, pulu yığın, 5 manatdan su pulu yığın. Böyük hardasa transformatordur da, naboy da transformatordur. O transformator kendi öhdələyən. Onların hamısını buradan, hamısını alıb aparmışdım. Dedim ki, siz işıq pulların, ondan suya ki kim baxacaq, yəni onu və pulu yığın. Eldar bizə motor verib, bizim həmin o suyu ki çəkəndə onun elə bir ki, o rəhbəri Eldar idi.